Hyundai Santa Fe 2.7 motor, maşın xodlanmadığı üçün servisimizə yaxınlaşıb. Ətraflı izah edəcəm, diqqətlə baxın. Deməli, sxemdə benzin nasosun relesini tapırıq. Bu reledir, motorxanada yerləşir. Bu releyin ayağında 2 dənə vəziyyətdə tok olmalıdır. Biri zamok açıq vəziyyətdə, biri daimi olaraq tok gəlməlidir. Bu qaydasındadır. Amma zamok açıq vəziyyətdə tok olmalıdır, o yoxdur. Bunun səbəbi bu göstərdiyimiz peridoxrantildə problem var. Diqqətlə fikir verin. Peridoxrantil yanıb. Bunu yenisi ilə əvəz eləyəcəyik indi. 10 amperlik peridoxrantildir. Bunu 15 amperlik peridoxrantil ilə əvəz eləyəcəyik. 5 amper yuxarı qoymağın heç bir qorxusu yoxdur. Narahat olmağa dəyməz. Qaydasındadır. Relin ayağını yoxlayırıq. Bu da qaydasındadır. İnşallah relin yerinə taxıb maşını xodlayacağıq. Əgər sizin maşında da belə bir problem olarsa, yoxlayıb problemi aradan qaldıra bilərsiniz. Təşəkkür edirəm. Xeyirli uğurlu olsun.